Hamıya salamlar əziz dostlar. Bugün Car Simulator 2-yə davam edirik. Yəni Car Simulator 2-də bugün yadınızdadırsa biz bu maşını alırdıq. Əvvəl Toyota Trophy o vaxtları almışdıq. Yəni nə qədər vaxt fır idi, modifiyinə vaxt eləyəcəm. Nə vaxt eləyəcəm deyə dururdum. Amma bu dəfə bunun modifiyasını eləyəcəm bu gün. Amma YouTube'dan da baxıb da eləyəcəm. Yəni çünki orada hazırlamışam. Yəni bugün bu maşının modifiyasının günüdür yəni. Yox eləyə biləcək, məncə eləyə bilərik yəni. Daha da net vaxt idim eləmək başı biraz asan da ola bilərdi. Amma ondan qabaq baxmışam, burada nəsə polis maşını falan var. Yalnız bu maşın özü çox sürüşür, həddindən artıq sürüşür, yoxdur. O dəqiqədə sürüşmə riski var, o dəqiqədən həm sürüşür, eləyir. Of. Dayanmır ki yerində. Həddindən artıq sürüşür bu. Görsən, nə qalıq, yegədən maşının üstünə çıxıb eləyirik. Azca qala qalmışdım elə. Bura gəlirik, boya tərifini burada eləyəsirik. İnşallah modifiyasına o çatdığı qədər pulumuz da olar. Məsələn, bir dənə buradan belə ağ rənginə gətirməliyim bunu, ağ rənginə. Aslına qalsa bunlar da olar, amma bunu mən başqa maşınlara eləməyi tövsiyə edirəm. Yəni bunu bir dənə, yəni bu zamanı başqa bir dənə maşın eləyərik. Buna olmaz. Sən belə elədin. Mən burada ekranı da burada hazırlamışam. Elə bir yazıları çoxsu buradadır. Məsələn, yeri gələndə bura belə Toyota yazırsan, məsələn, eləyim bura. Toyota. Bunu elədikdən sonra da, yəni hamısını yəqin, yox, hamısını böyük hərflə belə eləyim. Toyota. Belə yaxşı. Hər şey bu ilkini uyğuladıq. Sonra burada narıncı, bir də qırmızı şeylər qoymalıyıq. Sarıdır, bu nədir? Yox, qırmızını bura. Digərləri ilə beləsini eləmək istəyirik. Bir şey yox, o biraz burada olmalıydı. O burada olmalıdır. Mən başqa yerdən elədim də. Yazını biraz bu yana eləyək. Balacalatmaq da var işin ucunda. Balacalat abi. Bayaqçını bir dənə də alırım.
Düz oldu. Məncə bu səfər düzdür. Düz oldu deyə bilərik. O tərəfə də eləyək, o tərəfdən də uygulatsın. Bir şey tərəfdə elədik. Sırada bir dənəsi də var. Onu hara eləyirik? Bir dənəsini. Bir dənəsini də buraya eləyək, amma bu səfər biraz tamamilə başqa bir narıncı rəngini alacaq bu dəfə. Bu rəngi cıraq eləmək olacaq. Bunu uyguladıq. Dayan. Dayan, bu burada qaldı. Amca məsəl düz eləyirəm. Əməyə qalsa düz eləyirik yenə də. Amma bu tərəfləri bax o ya qırmızı içindəkilərinə tə yazacağam yaxşı. Onu eləyirkən biraz zorlaşacağam elə bir. Amma onu da bir şəkildə eləyəcəm, yəni nə var? Yaxşıdır. İndi bir dənə də bu arxasını tamamilə bu səfər bu arxasını elə qırmızı eləyirik, hələ buradan. Amma rəhlər iç-içə girməsin. Yox, iç-içə girməyəcək, amma biraz ta şey elə burasına belə eləyəcək. Ta şey burasına. Aşağısı niyə elə oldu yaxşı? Aşağısını inanın anlamadım da mən o tərəfə elə mahiyyatdan çıxartdım. Dur. O beş tərəflə də uygulatdır. Oldu. Eğer ki bu tərəflər tamamdır. Bu üstünə də burada belə qırmızılı bir şeylər qoymaq lazımdır. Onu mən deyirəm. Burada Toyota 103 yazmalıyıq. Toyota 103. Bunu yaraf qaraya yazırıq. Niyə elə oldu? Nəsə bu tərəfə gələndə bu işlər biraz çətinləşir. Burada bir dənə 103 yazmaq lazımdır. 103 də buraya yazaq, öyle 103. Bu qırağına da yazılar yazmalıyıq. Onu da nə olmayayım, mən eləyəcəm bu şəkildə onu. Üst tərəfini tamamladıq. İndi bu qırmızı yazının içində bir şeylər qoymaq lazımdır. Sən nə? Hələ burasına da bir şeylər qoyulmalıdır. Bura Tayçik yazırıq abi. Narıncı üstündə var ya Tayçik. Ora bir şeylər yazmaq lazımdır. Tayçik. Altında bir çıqqıda belə yazı var. O yaraf nəyi bildirir? Nereye bileceğim mi? Bu dəqiqə səbəbi bu Tayçik yazılan qısım bir cürədir, nədir? Amma nə olursa olsun, yəni mən başqa cürə olsa eləyərəm. Biraz yaxınlaşdırabilir. O tərəfdən də uygulat. Bunu da bir içine gətirdik indi əvvəl.
Onun indi bu tərəfi də belə uzatdım da, yenə deyəsən o tərəfə eləmədim. Ha, bu tərəflər elə o qədər başım qarışıqdı ki. Tamam, o tərəfdən də dedik. Çox da pulum getməsin, amma sonra eləmək olmayacaq. Ta iç yazırıq. Bura altına bir şeyler yazırıq. Ay, faidim da azdı. Hadi o hissə etmədik. Yani bir şəkildə. Hani burada bir şeyler daha yazmalıyıq. Bura təyaz tipidir. Uf. Uğraşacağım. Söyleyeyim. Burada çok dəyişib bilən yağız tipi bir şey var. Ben inşallah pulunu yerində zorlanmaram heç. Bunun içine kırmızı bir şey koymalıyıq, ne koymalıyıq. Gördüm onu bayaq. Ben az önce onu ben ekranda gördüm. Ekranda. Parmağımı koyduğum yeri görənmirəm. Şuradan qıraq koyabilseydim əməlli. Yaxşı. Bu tərəfini uyguladım. Bu tərəf, o tərəfini elədik deyəsən. Ayda bu tərəfə koymamışıq ki, işinə yandım. Uygulatdır. Oldu. Ben bir tane videoya diqqət edeyim. Çox şey görənmədik elə bir deyəsən biz. Qəribə yazılar var imiş içində. Anlayamırsan ki, nələr var. Yaxınlaşdırmaq da olmur şəkli. Ben yine de bir şeyler görürüm ama gözüme görürüm. Ne diyeceğim? Burası yani düzdür. Burasından sözüm yok. Burası düz. Yine bir kırmızılar daha iyi var. Uygulatdır o tərəfinə də. Bu hərfi. O mən o hərfi eləmədim. Ne zor imiş ha bunu eləmək.
Qalan tərəfinə yer qalmadı. Yaraf qaldı. Onu biraz belə azca belə uzatsa deyirəm. Değişik modifiyeler da yazıyor. Adım niye orada değil? Bir şekilde yazabildik. Yenə də R hərfi var. Ona da məcbur belə yazmağa olacağım mən deyəsən. Alma gələyəm deyəsən. Ocuya yeri olmadı yaraf. Ocuya yaraf neçə yazasıydım. Ama burada bir tane kırmızı işarə qof yazmalıyam. O da ona yer qaldı ki. Dur bir dəqiqə. Burada bir tane kırmızı bir işarə qoyuruq. Artdı. Tamam, burasını bir şəkildə əldə eləyə bildik. Yəni inşallah başqa işlər olmaz. Yoxsa da bir şeylər var. Bizdə də bir şeylər yazmalıyıq. Dur onu da eləyərəm onu. Dur salan onu da eləyirəm. Bundan nə gördüm? Eləyəcəm yəni. Nə gördüm sən? Bu səfər bunu. Bura nə yazır? Məcburəm bu videoya baxacaq. Hələ bəzi gizemlər daha var. Dayan burada Mac. Person'du. Nədir borçlu da bir dənə Jo, bir də Toyota yazır altına. O kadar diyeyim gizem var ki. Orasını tam görənmədim. Ama burada bir tane gizem var daha. Hala burada Mac Person yazır.
İndi bura bir dənə balaca ac bir şey yazmalı yox. Gördüm bayağı bunu da. Hüharsiyon yazmalı bir də. Dayanamsın da yazmalıyam. Hüharsiyon. Bunu da həll elədi o. Yoxsa da Joe kimi bir şey yazmalıydı o elə bir. Ha, Joe altında da Toyota. Ha, yerdə bir şey yazı var ya. Joe. Yazlarımız bitmir. Tamam, bunu da elədi o. Alta bir şeyler de daha yazmalı yok. ARLS bu nədir? Yine gördüm adaya ne kadar hakkımız var ya bizim yazı 40 tane yazı hakkımız var. Oo. Ben o tarafları uygulayıram nəsə, adaya uygulamışam. Burada da belə yaxşı görsəlir. Bu arada ne bileyim bir tane sarı bir şey kubik kimi bir şey koyuruq. ARLS o nədir? Gördüm bayağı. It doesn't just start with Baxın bura ARLS bu nədir? Altta da nəsə belə yazı kimi bir şey var. Bir cüret elə bir. AR bir dənə dırnaq. Üstə də bir dənə dırnaq işarəsi qoyuruq. O da gördüm bir dənə heyvan işarəsi də qoyuruq hələ. Heyvan işarəsi. Mən nasıl heyvan işarəsini qoyacağım indi. Bir də bu çıxdı başıma.
Naş ya bunu qoyuram. Könül görmüşəm mən bundan başqasını tapanmayacağım hələ. Hələ bu altta da bir şey daha yazmalıyıq ha. Bitmir. Gözüm bu maşının işləri bitmir qətiyyən. It doesn't just start with a driver that can stand on the gas. Orada yenə görmədim. Yenə bir şeylər ötür, doktor. It doesn't just start with a driver that can stand on the gas. Burada hələ Muji yazmalıyıq. Muji nədir? Blista yazmalıyıq o nədir? Blistadır. Blistadır yəqin. Ona bir dənə Blista yazaq. Nə olsa qəşəng yazıram ha. Blista. Hatta yəni Blista. Yaxşı yerə qoyuram səncə onu. Biraz üstə eləyəcəm burada çünki şübhə var. Üstə eləmək lazım. Hərəkət eləmir, ora basa dururam, məndə nə oldu elə bir. O zaman varma ona tərəf dəyir 2 dəqiqədən bir. Buralara nəsə yazırıq. Yəni mən alma nə gəlsə yazacağım. Orada bir dənə yazı görmüşəm. Nəsə eləyəcəm yəni. Nə var burada? Və bu lisadan sonra bitməyib deyən, burada da nəsə qəribə şeylər var. 27% telefon çək, 100% yenidən sonra tavsiyə etdim. Ağlıma gəlmədi ki. Yəni ki orada Toyota yazmalı oluruq. Mən yazacağım, adını yazacağım yəni. Ya nə olar abın alt eləmə də. Böyle elə də, böyle. O hiç qara bölünü qəbul eləmişəm. Bu arada bir dənə trop yazırıq. Yenə. Yeni də.
Mıcı. Burada da bir dənə mıcı yazırıq. Mıcıdır nə? Deyən görmədim. Mıcı. Aha, üstündə bir şeylər, yer üstündə bir şeylər yazır. Da, oralarını da mən oralarını əldə edəcəm. O nə eləməliyəm, ulduz eləməliyəm. Bunlar da gələcəkdir, bax holoqramsdır, nədir? Nə qoymalıyıq ora biz vəbşi? Ulduz kimi nəsə bir şey qoymalıyıq ora. Nə olsa olsun, mən onu anladım ki. Hər şeyə bul qoy. Hələ burada bir şey yazmalıyıq. Pırdı nədir o? %25% telefon. Əlbə alacaq, çata biləcək. Hədəf şəkildə ağıllı kimi gedir o, ha. Burada o yazdım, buraya yazmamışam. Buralarına, indi hər şey buraları qaldı. Buralarına da bir şeylər yazdım. Hələ burasının altı da var. Buralardan yaraq çatdırmaq olarmı? Olar məncə çatdırmaq. Gəlin bir dənə oralara da bir şeylər yazaq hələ ki. Amma mən qaftonu fikirləşirəm, mən qaftonu dolduraq deyirəm, gəlin bir. Qırmızı, narıncı, sarı həmişəki rəngləri. Üstünə də nəsə yazır, onu da mən baxacağam.
Doldu burası. Nəzərlənsəm burası doldu. Yəni fərqi nədir ki oranın dolmasının? Belə də yaxşıdır yaraf. Çünki elə bir qismlarını dolduranmadıq. Öyələr qutardı. 40 dənə öyələrə çatsaq qutara bilirik. Ay səni. Elədiyimiz modifiyəyə baxın. Çox zorlaşdırır biraz bu işlər. Yəni bir çox yerləri qaldı dediyim kimi onda şey oldu da 40 dənə öyədə qutardı. Nəsə əşyabla qalsın. Baxaram ya sonra daha nəyinə baxacağım ki. Öyələr tamamlandı. Məndən mini bu qədər dostlar. İnşallah siz bəyəndiniz bu yeni videonu. Yəni bu şəkildə yəni belə bildik. Sonraki videolarda görüşərik inşallah. Sağ olun, salamat qalın.